Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nehmeduhu ve nesta'inuhu ve nestağfiruh. Ve netevekkalu aleyhi ve nusalli ve nusallim ala habibihi ve necibih ve hayratihi fi halqih. Hafız-ı sırrih, mübelliğ risalatih, beşir-i ni'metih, nezir-i nikmetih, seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Ve ala alihi teyyibin el-etharin el-muntecebin el-hudatil mehdiyyin seyyama bakiyetillah fil erazin ve sallallahu ala eimmetil mu'minin ve hudatil mustazafin ve humatil mu'minin. Usikum ve nefsi bitakvallah ya ibadallah. Esselamu aleykum cemiyen ve rahmetullah ve berekatuhu. Özümü və siz, əziz dəyərli möminləri, möminələri, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala ibadət və itaətlərimizi ali dərəcədə qəbul eləsin, salavat yad eləyin. Muhammed və əccil fərəcəhum və əhşurna məəhum. Deyir, əgər bu cəmiyyətdə, əgər istəyirsən bir xəstəlikdən mübarizə aparasan, gərək ki, higiyenanın qüvvəsini yuxarı aparasan. Yəni, əgər neynənsə müharibəyə, mübarizəyə qalxsan, onun əksində dayanan o xeyir işi gərək nədir? Təqviyyət eləyək və onu inkişaf elətdirək. Olmaz ki, bir mübarizə apardığımız məsələnin alternativində xeyir dayanırsa da, o xeyirdən qəflət eləyək. Onda bu mənasız bir şeydir. Yəni, hər nədə biz əgər insanları çəkindiririksə də, onun qarşısında dayanan o xeyirləri təbliğ eləmək lazımdır. Əmr bi məruf və nəhyəs münkər. Bu, Firuiddindən hesab olur. Yaxşılığa əmr eləmək, pislikdən çəkindirmək. Biz bəzən pislikdən çəkindirməyi daha aktivləşdiririk. Bunu etmə, onu etmə, bunu eləmə, onu eləmə, ora getmə, ora baxma, bunu içmə, onu yemə. Bunlar nəhidir. Bunun qarşısında o şeylər ki, onları təşviq eləmirik və onları təbliğ eləmirik. Bəzən onlardan qəflət edirik. Bilirsiniz ki, insanların tutumları fərqlidir. İnsanların tutumları fərqli olduğuna görə də biz hər insandan eyni gözləntimizin olması düzgün deyil. Hətta imanların dərəcələri də fərqlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrindən birinə söylədiyi sözü digərinə söyləmirdi. Deyirdi ki, əgər mən onu buna desəm, onun tutumu o qədər aşağıdır ki, o yolunu azar. Düzdür, İslam dini, Quran, şəriət, bu qanundur. Qanun toplumu bütün kütlə üçündür. Bütün bəşər üçün gəlib qanun. Bəşərdə az qavrayan da var, çox qavrayan da var, yarımçıq da var, hər cür insan var. Amma bu toplum üçün vahid qanundur. Quran-ı Kərimin ayələri qanundur. Amma onları haqqa, ibadətə, itaətə gətmək üçün gərək nədir? İnsanlar deyir, müxtəlif metodlardan istifadə edəsən. Və gözləntin də olmasın ki, hamı eyni səviyyədə ibadətdə olacaq. Hətta ibadət edənlərin içərisində tutum fərqi var. Deyir, gərək ki, bunlar nəzərə alına. Hər bir insanın öz tutumunda ondan həm əmr,
həm nəhi, həm onu çəkindirəsən, həm onu yaxşılığa cəlb eləyəsən. Bizdə əfsus olsun ki, çəkindirmələr daha çoxdur. Çəkindirmələrin alternativində dayanan yaxşılıqların təbliğatı yoxdur. Varsa da zəifdir. Məsələn, insan həmişə ləzzət arxasındadır. İstəyir, ləzzət alsın. Ləzzətlərin arxasındadır. Məsələn, baş tapır ki, filan günahda ləzzət var, filan yeməkdə ləzzət var, filan içkidə ləzzət var. Acı olmasına baxmayaraq ləzzət var. Yaxşı, biz onu bu ləzzətdən çəkindiririk. Allah Teala Quran-ı Kərimdə bunu qadağan edir. Bunun alternativində onu üstələyəcək hansı ləzzəti biz ona göstəririk? Nə başa salırıq? Hansı yaxşılığı başa salırıq? Əlbəttə, o mənəvi ləzzətləri dadmaq üçün insanda müəyyən iman olmalıdır. Yəni, iman yüksəkliyi olmalıdır ki, o yalancı zənn elədiyin o ləzzət ki, aldadıcı və ötürücüdür, yəni müvəqqətidir, o həqiqi ləzzəti ona tərif eləməyimiz lazımdır. O həqiqi ləzzəti dadsa, bu yalancı ləzzətin nə qədər də hədər olduğunu özü dərk eləyəcək. Biz bunu ona göstərməsək, bu tərəfini ona başa salmasaq, bu tərəfində onu əlindən tutmasaq, o tərəfini biz çox nəhi eləməyimiz o qədər lazımlı nəticəyi verməyəcək. Bu belədir. Bir nəfər İmam Sadiq əleyhissalamın zamanında İmam Sadiq əleyhissalam onu təbliğata göndərir. Deyir, get, filan məntəqədə təbliğ elə, insanları haqqa dəvət elə. Bir müddət sonra həmən şəxs geri qayıdır, amma çox narahat şəkildə qayıdır. İmam buyurur ki, sən niyə narahat oldun? Deyir, yəbnə Rasulullah, mən təbliğata getdim, amma insanları hidayətə gətirə bilmədim. Yəni, müvəffəq olmadım, getdim, orada o qədər təbliğ elədim ki, amma insanlar hidayət olmadı. Allahın əziz Peyğəmbəri Həzrəti Nuh 750 il təbliğ elədi, 750 il təbliğ elədi, amma 750 ilin qarşılığında neçə nəfər hidayət oldu? Az kütlə hidayət oldu. Bu gəldi çox narahat şəkildə imama dedi ki, mən getdim, orada heç kəsi hidayət eləyə bilmədim, yəni kimsə əlindən tutub onu haqqa gətirə bilmədim. Və imam onun cavabında ona bir mühüm söz dedi, buyurdu ki, insanlar iman nöqteyi nəzərdən 7 sinifə bölünürlər. Saydı 1-ci sinif, 2-ci sinif ta 7-ci sinifə qədərdir. İnsanların imanları bir-birindən fərqlidir. Dedi ki, o 1-ci sinifdə olan iman əhlinə 2-ci sinifdə olan iman əhlinin yükünü yükləmək olmaz. Çünki onların tutumları fərqlidir. Siz bir dənə misal olaraq deyirəm, bir 20 litrəlik su qabına 30 litrə su töksəniz nə baş verər? Məlumdur ki, aşacaq, daşacaq, 10 litrəsi hədərə gedəcək. Çünki onun tutumu 20 litrədir. 20 litrədən artıq sən ona yükləyə bilməzsən. Allah Teala da Quran-ı Kərimdə buyurur, deyir ki, biz heç kəsə onun yəni etməyə gücü olmayacaq bir şeyi biz ona yükləmirik. İnsanlara elə bir şey yüklüyürük ki, onlar onu bacara bilər. Mübarək Ramazan ayının orucu 29 ya 30 gündür. İndi birdən oruc olaydı 90 gün. Bu çətindir. Allah Teala o miqdar ki biz onu eləyə bilərik, o miqdarı vacib eləyir. Onun qabağında bir də Rəcəb və bir də Şəban var. Buna da o qədər hədis buna təşviq eləyir ki, bu oruçdan nə qədər bacarırsınız tutun. Hətta Peyğəmbərimiz məsələn Şəban ayını tutardı, Rəcəb ayını tutardı, Ramazan 3 dənə ay tutardı. Bizdə o cür 3 ay oruç tutan adama deyirik, bərəkallah, sən qiyamət qopardıqsan, 3 ay oruç tutubsan. Çünki hamının eləyəcəyi bir şey deyil.
Əgər hamının eləyəcəyi bir şey ünvanında vacib olsaydı, biz onu çəkə bilməzdik. Demək, biz bunu eləyə bilərik. Eləyə biləcəyimiz bir şeydir. Elə deyil ki, biz bunu eləyə bilmərik. Çünki biz illərdir oruç tuturuq. Namaz da qıla biləcəyimiz bir şeydir. Yəni, boynumuzu aşan bir şey deyil. Amma buna rəğmən, biz 17 rəkət namazı qılmağa bəzən çətinlik çəkirik. Və deyirik, çətin məsələdir. Əgər düşündüyümüz o çətinlik olsaydı, Allah Teala onu bizə vacib eləməzdi ki, o miqdarını. Yəni, elə bil, bizim boynumuzdan yuxarı bir şey yüklüyür bizə, o onda ədalət olmur ki. O, keçən cümlələrdə də demişdim, o, əl-əuzubillah, zülm olur. Allah heç vaxt zülm eləməz. Allah zalim deyil ki, Allah xeyrül məhsdir. Bəs demək, hər bir insanın, yəni tutumu miqdarında ondan nəsə tələb olunur. Gözəl Peyğəmbərimiz hədislərinin birində buyurur ki, İnnə məaşirəl ənbiya nukəllimun nas alə qədri uqulihim. Çox dəyərli hədisdir. Deyir ki, bu hədisdə buyurur ki, biz Peyğəmbərlər insanlarla onların əqlinin miqdarında danışırıq. Yəni, biz Peyğəmbərlər hər insana onun əqli çərçivəsində danışırıq. Onun əqlindən yuxarı bir şey ondan danışmırıq. Əgər Peyğəmbər insanların əqlindən yuxarı bir şey danışsaydı, təbiidir ki, insanlar birinci növbədə onu dərk eləməzdilər, ikinci növbədə də dərk eləməsəydilər, hidayət olmazdılar. Bəs demək, insanların əqlinin çərçivəsində onlardan danışır. Əqillər də əvvəldə qeyd elədim ki, fərqlidir. Ona görə gərək bəzən insan mütəxəssis olmağa cəhd eləyə. Yəni, insanların ruhiyyəsini, insanların psixologiyasını, insanların şəxsiyyəti haqqında bir bilgi toplaya ki, bilə insanlara nə cür danışmaq lazımdır. Məsələn, minbərdə danışmaq, bu dini atmosferdə danışmaq və insanları haqqa dəvət eləmək asan məsələ deyil. Çünki biz buradan çıxış edirik, bizim müxatəblərimiz fərqli insanlardır. Ağsaqqalı var, yaşlısı var, orta yaşlısı var, növcavanı var, savadlısı var, savadsızı var, sözü göydə tutan var. Məsələn, bəzi insanda var, onca 5 dəfə deyəsən, lap açıq deyəsən ki, o başa düşür. Yəni, bu cür, bu kütlədə yığıb-yığışdırıb 5-10 cümlə danışmaq həqiqətən çətin məsələdir. Gərək ki, nədir? Xütbədə, söhbətdə, moizədə hər kəs bir şey düşünə. Başa düşür ki, məsələn, mən nə düşündüm? Gəldim, məsələn, cümədə iştirak elədim, büyün cümədən qayıdıram. Nə düşündüm? Bu cümə, gəldim, bu cümənin xülasəsi nə idi? Məsələn, getdim 1 saat orada vaxtımı, işimdən oldum, vaxtımdan keçdim ki, 1 saat nə eşitdim, nə başa düşdüm. İnsan eləyə bilər, məsələn, 1 ildə ya 1 ayda 4 dənə cümə var. Məsələn, 1 ayın tamamında test eləyəsən, mən bu 4 cümədə, indi düzdür, məsələn, yarım saat, 40 dəqiqə danışılır, bunların içindən 4-5 dənə də cümlə əldə eləyə bilsək, o 4-5 cümləyə əməl eləyə bilsək, il ərzində bilsək, nə qədər şeyə əməl eləmiş olarıq. Bunlar ona görə bir balaca bu cümə söhbətləridir və digər minbərlərdir. Biraz da diqqətli olaq, söhbətlərə diqqət yetirək ki, yəni biz işin harasındayıq, biz bu mövzunun harasındayıq. Mən bəzən xütbə hazırlayanda və yaxud söhbət hazırlayanda və yaxud hər hansı bir hədisi yazanda bəzən olur ki, yəni özümə təəccüb eləyirəm. Həqiqətən. Deyirəm, ilahi, mən bu hədisi istəyirəm, çıxam, danışam. Mən özüm şəxsən bu hədisin harasındayım? Yəni, bu hədisin harasındayam, bu hədisi danışıram. Çətin məsələdir. Yəni, bu bir tarix nəql eləmirik.
bir olmuş dastan nəql eləmirik. Bir həqiqəti danışırıq ki, bu həqiqətə gərək özümüz həyatda praktiki əməl eləyək. Ay, mən bu hədisi danışıramsa, mən bunun harasındayım görəsən? Bax, o moizələr ki, dinlənilir, biraz məsələn, insan özünə sual verir ki, məsələn, mən bu hədisi eşidirəm, danışır, məsələn, xətib, mən bu hədisin harasındayım? Bax, bu haradayam sualına insan öz-özündə cavab tapsa, pillə-pillə, mərhələ-mərhələ insan yuxarı qalxa bilər. Yox, elə, məsələn, bir moizədir, yaxşı danışdı, gözəl danışdı, nə danışdı? Nədən danışdı? Bax, bunlar biraz gərək insan bunlara diqqətli ola. Bəzən biz insanları nəhyəz münkər eləyirik, yəni pislikdən çəkindiririk, amma onun qarşılığındakı yaxşılığı ona tozih verə bilmirik. Quran-ı Kərimin ayəsinə diqqət salsaq, mən bir dənə ayəni misal olaraq deyə bilərəm. Həzrəti Lut Allahın peyğəmbəri idi. Həzrəti Lutun zamanında pis günah var idi ki, o günah elə bil tirajlanırdı. O günah nə günah idi? Həm cinsbazlıq. Yəni, eyni cinslilərin bir-biri ilə, çox üzr istəyirəm ifadəmə görə, məni bağışlayın, eyni cinslilərin bir-biri ilə əlaqəsi. Bu böyük günah sanki adi bir hala çevrilmişdi. Allah Quran-ı Kərimdə nə deyir? İndi məsələn istəyir Həzrəti Lut bunları çəkindirə. Bu işi görməyin. Bəs nə iş görsün? Bu işin qarşılığında gör Həzrəti Lut nə deyir? Bu ayə Hud surəsinin 78-ci ayəsindədir. Deyir, Həuləi bənəti hunnə atharu ləkum. Deyir, bu işi görməyin, bu işdən çəkinin. Bu işin qarşılığında mənim paç qızlarım var. Öz qızlarım təklif edir. Mənim qızlarım var. Onlar əks cinsi nümayəndələrdir. Məsələn, mən hazıram, mən paç qızlarımı izdivaca gətirəm. Yəni, bu işi görməyin. Amma bunun qarşılığında nəyi görün? Onu təklif eləyir. İndi, məsələn, bu biraz ağır təklifdir. Məsələn, bu cür insanlara Peyğəmbər gəlir, onları çəkindirir, amma nə təklif eləyir? İstəyir desin ki, sizin əks cinsiniz olan insanlarla siz əlaqədə olun, onlarla halal izdivac eləyin, onlarla öz qərizələrinizi, onlarla yəni aradan qaldırın. Nə bu mənada ki, siz məsələn gələsiz bu üzdən iraq işlərlə məşğul olasınız? İndi məsələn bir nəfər indi izdivac eləmir. İzdivac bilirsiniz ki, çox təkid olunmuş müstəhəb bir əməldir. Və Peyğəmbərimizin hədisi var. Buyurur ki, yəni hər kəs izdivac eləməsə məndən deyil. Yəni Peyğəmbər özü izdivacları olub. Və Peyğəmbərimiz özü insanların qərizələrindən xəbərdardır. Özü də bu mühitdə, bu şəraitdə insan, məsələn, deyək, mən izdivac eləmirəm, mən nə iş görəsən? İzdivac eləməyəsən, gedəsən o haram buyurulan hissələrə doğru gedəsən. Və bir nəfər Əleyhisselamın zamanında bunu gətirdilər Həzrət Əlinin hakimiyyəti zamanında. Bu nəfər, yenə üzr istəyirəm, bağışlayın ifadəmi, istimna eləyirdi. Bu istimna eləyirdi, bunu gətirdilər Əleyhisselamın xidmətinə, dedilər, bu pis iş görür. Yəni, özü süni yoldan bir işlər görür. Bəzi günahlar var, onlara həddi icra olur. Hədd onlara, məsələn, günahının qarşısında onlara həddi icra olur. Bəzi günahlar da var, ona hakim özü qərar verir. Buna nə iş görsün? Qazi özü buna qərar verir. Bu gətirdilər bunu İmam Əleyhisselam xidmətinə, dedilər, bu işi görür. Deyir, Əleyhisselam, məsələn, indi şərab içənin həddi var da, şərab içənin həddi budur ki, ona 80 dənə zərbə vurulur. 80 dənə zərbə, şallaq vurulmalıdır. Hökm belədir. O şərab içənlərə 80 dənə zərbə vurulurdu. Əleyhisselam onlara
şallaqlayırdı ki, bu işi görməyin. Və yaxud zinakar möhsinə var, qeyri-möhsinə var, ərli, ərsiz. Onların hökmləri fərqlidir. Bilirsiniz, bəzi günahlar cəzası 2 dənədir. Bir hissəsi bu dünyada verilir, bir hissəsini məhşərə saxlanılır. Yoxsa bu dünyada heç nə cəza verilməsə, hamısını sən qoyasan məhşərə, elə burada insanlar vur-tut eləyər. O görürsən, edam var, oğrunun əlini kəsmək var, şallaq var. Bunlar nə üçündür? Bunu hakimiyyət eləməlidir ki, o biri insanlar bu işi görməsinlər. İndi o günahının gerdə qalan hissəsi də Allahdan öz arasındadır ki, məhşər günü. Əleyhisselam dedi, əlini gətirib, onun əlini bu cür, əlinə bir neçə dənə, bir 5 dənə zərbə vurdum onun əlinə. Dedi, sən bu işi görmə. Sonra o zərbə vurandan sonra onu buraxmadı. Dedi, niyə bu işi görürsən? Dedi, ehtiyacım var. Dedi, niyə izdivac eləmirsən? Dedi, pulum yoxdur. Əleyhisselam nə dedi? Dedi, Beytulmaldan bunun izdivacına pul verin. Getsin, bu izdivac eləsin. Yəni, bunu döyüb yola salmadı ki, zərbə vurub yola salmadı ki, zərbə vurandan sonra bunun alternativində halal bir şeyə təşviq üçün o kömək elədi. Cəmiyyətdə gəlib biz yəni, balansı qorumalıyıq. Yəni, bu çəkindirəcəyimiz şeyin alternativində yaxşı bir şey göstərməliyik və yaxşı göstərdiyimiz şeyi təbliğ eləməliyik. Əlbəttə, bu insanların imanının bəhrəsidir. İnsanların imanı nə qədər yüksəlsə, o əlbəttə biz onlara ancaq və ancaq ən çoxu mənəvi ləzzətlərdən təbliğ eləməliyik. Mənəvi ləzzətlər, bilirsiniz ki, ləzzətlər 2 hissədir. Mənəvi ləzzətlər var, maddi ləzzətlər var. Biz zahirdə dünyada ən çox yəni daddığımız ləzzətlər maddi ləzzətlərdir. Maddi ləzzətlər çox maraqlıdır. Həm müvəqqətidir, həm də keçicidir. Amma mənəvi ləzzətlər belə deyil. Mənəvi ləzzətlər daimidir. Mənəvi ləzzətlər həmişə insanlardır. Nədir o mənəvi ləzzət? O insanların imanınla ələ gəlir. O ləzzət nədir? Bilmirik də, bu mənəvi ləzzətdir. Görürsən, bəzi vaxt insanlar var, göz yaşlarından ləzzət alır. Məsələn, Allahla münacat eləyir, saatlarla, belə deyək də, görürsən, insanlar var, saatlarla zikr eləyir, saatlarla ibadətdədir. Saatlarla Quran oxuyur. Məsələn, baxırıq, deyirik, bu yorulmurmu? Bəzən insan ondan ləzzət alır. Ləzzət aldığın şeydən sən yorularsanmı? İndi necə ki, məsələn, biz Allah eləməsin, haşa bizdən, məclisimizdən uzaq, şərab içənlərin süfrəsinə nəzər salanda biz təəccüb edirik. Bunlar, məsələn, 6 saat stol arxasında oturmaq mı olar? Görürsən, adam axşamdan oturub, səhər xoruz manlayır, hələ stəkan əlində durur. Danışır. 6-7 saat danışır. Süfrə arxasında oturub. Deyir, bu yorulmurmu? O ondan ləzzət alır da. Ləzzət alır ki, oturur. Ləzzət almasa nə? Niyə oturur orada? Bizə o çatmır da o. Çünki o haram ləzzətdir və müvəqqəti ləzzətdir. Və bu ləzzəti də, bu ləzzəti dadmayanlara deyəndə, onlara çatmır. Ona görə də gərək insan imanını bir həddə çatdıra ki, bu ləzzətləri özündə, yəni, düşünə bilər ki, məsələn, mən bu ləzzətdən bəzən görürsən, Allah adama nəzər eləyəndə nə qədər adam keyf eləyir, nə qədər ləzzət eləyirsən ki, məsələn, Allah Taala buradan üzümə baxdı, Allah Taala əlimdən tutdu, görürsən, elə bir çıxılmaz vəziyyətdə Allah Taala bəzən səni xilas eləyir, şükür eləyirsən və ləzzət alırsan. Desin, ilahi, sənə şükür olsun, mən elə bir durumdan çıxartdın ki, hal-hazırda mən Allah bilir, haradaydım. O ləzzətin şükrünü yerinə yetirmək lazımdır və Allahdan istəmək lazımdır. Allah Taala o ləzzəti nədir? Daimiləşdirsin. Allaha ant verirəm izzət və cəlalına, öz böyüklüyünə, öz mərhəmətinə. Allah Taala əmr biməruf və nəhy əz münkəri düzgün şəkildə düşünüb icra eləməkdə Allah bizə bəsirət bəxş eləsin. Allaha ant verirəm izzət və cəlalına. Allah təbarək və təala bizləri haqqı düzgün dərk eləyib, haqqın arxasından düzgün gedənlərdən qərar versin inşallah. Allaha ant verirəm izzət və cəlalına. Allah təbarək və təala getdiyimiz yolda ayaqlarımızı möhkəm qərar versin inşallah. Muhammed və Ali Muhammedə salavat yad eləyək. Bismillahirrahmanirrahim. Vəl-asr. İnnel insane lefî khusr illellezîne âmenû ve amilus sâlihat ve tevâsav bil hak ve tevâsav bis sabr.